Xanımlar, istəyirəm bu məhsul haqqında bir daha başqa bir video çəkeyim. Deməli, bu günləri nə haqda danışacağım sizə. Bunu içmişəm, уже demək olar qurtarıram. Baxın, dibində qalıb, artıq 2 günlük qalıb içməli. Уже bitirmişəm bunu. Deməli, bunu içəndən sonra səhhətimdə hansı dəyişiklik oldu? Saç tökülməmin qarşısının alınmasının haqqında danışmışdım sizə ki, yəni saç tökülməm dayanıb. Amma dünən axşam nəyi hiss elədim qızlar? Bəlkə də bir çoxunuzda bu problem var. Yəni bununla bir çoxunuz qarşılaşırsınız da. Deməli, mən illərdir ayaqlarımda olan ağrılardan əziyyət çəkirdim. Yəni ağrı da deməzdim, bilirsiniz necə? Elə bir dizdən aşağı hissələr məndə sanki o iliklərimin içi axşam olanda bilmirəm o qaşınmadı elə. Sanki belə istəyirsən ki, sümüklərimi vurasan və o ağrı kəssin də. Yəni ağrı deyil, bir qəribə bir şeydir, o narahatçılıqdır. Ona deyəsən narahat ayaqlar deyirlər o sindroma. O məndə var idi, illər idi, yəni o necə deyim, sindromdan əziyyət çəkirdim də. Və dünənləri axşam elə uzanmışdım yerimə. Bir də gördüm ki, yəni özümə yəni o şey gəldi, fikir gəldi mənə ki, mən nə vaxtı bir hardasa bir 10 gündən çoxdur o cür olmuram da. Yəni hər axşam təsəvvür edin ki, ağlamağım gəlirdi də. Yerimə uzanırdım. O sindrom məni tutdusa, уже dayana bilmirdim də. Ya durub qaynar suyun altına salmalıydım ayaqlarımı ki, biraz rahatlaşsın. Onunla da keçmirdi. Və bunu içəndən sonra qızlar, inanırsınız, o problemim aradan qalxıb. Allaha and olsun, yəni bir möcüzədir. Bu bax bu Dabragenin özü bir möcüzədir. Və dünənləri bunun şahidi oldum və təsadüfi yadıma düşdü ki, mənim ayaqlarım o cür idi. Yəni o ağrıları artıq mən hiss eləmirəm də, o narahatçılığı hiss eləmirəm. Və o ağrı da deyil. Siz adamın bütün sinirlərinə toxunur. Yəni gecə təsəvvür edin ki, yatmaq istəyirsən, yata bilmirsən o narahatçılığa görə. Və sağ olsun şirkətimiz, vallahi sağ olsun şirkətimiz ki, belə gözəl məhsulları istehsal edir bizim üçün və o deyir min dərdin dərmanı. Hər bir bütün problemlərimizi maşallah olsun həll edir. Baxın, kimlər hələ də alıb istifadə eləməyibsə, düz deyəsən ambarda hazırda yoxdur, amma ambara yüklənən kimi mütləq qızlar, mütləq alın bunu istifadə eləyin. Mən bunu indi bitirəndən sonra keçəcəm inşallah ikinciyə 3 paçka içəcəm. 3 paçka içəndən sonra 3 ay fasilə verəcəm. 3 aydan sonra inşallah sentyabr ayından təkrar başlayacağam içməyə. İl ərzində 3 dəfə kurs olmalıdır bu. 3 aydan bir təkrarlamalısınız. Çox möhtəşəm bir məhsuldur, həqiqətən superdir.